Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Getdiyimiz bu yolda zamanı faydalı etmək üçün bir xatırlatma etmək istəyirəm. Bir gün Allah Resulü sallallahu aleyhi və səlləmə sual verdilər ki, insanların ən yaxşısı kimdir ey Allahın Resulü? O isə cavab verdi ki, insanların ən yaxşısı insanlara fayda verəndir. Yəni insanların ehtiyaclarını gedərmək üçün çalışandır. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bir müsəlmanın başqa bir müsəlman qardaşının sıxıntısını, problemini həll etmək üçün yola çıxması bu məsciddə, Allah Resulü öz məscidinə işarə edərək dedi, bu məsciddə fasiləsiz etikafda olmaqdan daha xeyirlidir. Ona görə də bacı qardaşlarıma demək istəyirəm ki, dünyanızı, vaxtınızı boşa israf etməyin. Nə qədər ki zamanınız sona yetməyib, biri-birinizə faydalı olmağa çalışın. Maddi bacarırsınız maddi, bacarmırsınız bacaranlara xəbəri çatdırın. Sivyazlarınız var, sivyazlarla kömək edin. O da yoxdursa məsləhətlə kömək edin. Onu da bacarmırsansa qucaqla qardaşını, onun üçün dua elə. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Bir müsəlman qardaşı üçün dua edib Allahdan istəyərsə, mələklər də eynisini onun üçün istəyərlər. Odur ki, Allahdan əcr qazanmaq üçün fürsətləri əldən qaçırmayın. Daha əlinizdən heç nə gəlməsə, İslam alimlərinin bir tövsiyəsi var. Deyirlər ki, sözlə kömək edə bilmirsənsə, sakit dur, susqunluğunla kömək elə. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.